Ukraynada müharibə dönəmində prezident seçkilərinin keçirilməsi aktuallığı ölkənin dövlət qurumlarında, siyasi dairələrində müzakirə olunmaqdadır. Ukrayna Mərkəzi Seçki Komissiyasının sədr müavini Sergey Dubovik bildirib ki, parlament üzvləri də daxil olmaqla hər kəs razıdır ki, hərbi əməliyyatların aktiv mərhələsi dayandırılmalı, dəqiq demarkasiya xətti müəyyən edilməli və yalnız bundan sonra seçkilərin təşkili üçün 6 aylıq müddət verilməlidir. Bu proseslər aprel və may aylarında davam edəcək, çünki hələ bütün məsələlər həllini tapmayıb. Ukraynanın yerli ekspertləri hesab edir ki, seçkilərin keçirilməsi üçün qanunvericiliyə dəyişiklik edilməlidir. Ukraynanın da digər sivil ölkələr kimi öz konstitusiyası, qanunları və müəyyən edilmiş prosedurları var. Ukrayna konstitusiyasına görə müharibə zamanı prezident seçkilərinin keçirilməsi qəbul edilməzdi. Bu mümkün deyil. Ukrayna prezidenti bunu dəfələrlə bildirib. Bu cür açıqlamalar vermək səlahiyyəti olan digər vəzifəli şəxslər və hətta digər ictimai rəy liderləri də bunu bildiriblər. Hamı qeyd edir ki, Ukraynanın hərbi əməliyyatlar dövründə, yəni Rusiya işğalçıları tərəfindən ölkəmizə qarşı tam miqyaslı müharibə hələ davam edərkən, seçkilər keçirilməsi tələbi konstitusiya baxımından qanunsuzdur. Yəni təcavüzkar ölkədən, Rusiyadan və ya hansısa neytral ölkədə, məsələn ABŞ-dən bu cür seçkilərə çağırışlar sadəcə dövlətin konstitusiya quruluşunu pozmaqdır. Heç kimin Ukrayna konstitusiyasına müdaxilə eləmək və qanunlarını pozmaq hüququ yoxdur. İstər Rusiya olsun, istərsə də müttəfiq ölkələr. Ukrayna öz konstitusiyasına sadiqdir. İndi ən çox sual doğuran məsələlərdən biri 2026-cı ildə Ukraynada seçkilərin keçirilməsinin mümkün olub-olmaması ilə bağlıdır. Ukrayna Mərkəzi Seçki Komissiyasının sədr müavini Sergey Dubovik bildirib ki, əgər konstitusiya referendum yolu ilə dəyişdirilərsə, prezident seçkiləri hərbi vəziyyət şəraitində keçirilə bilər. Lakin işçi qrupu hərbi əməliyyatlar zamanı səsvermənin keçirilməsini istisna edib. Onun üzvləri seçki məntəqəsinə hücum halında kütləvi itki riskini qeyd ediblər. Dubovik həmçinin qeyd edib ki, hərbi vəziyyətlə bağlı söz və hərəkət azadlığına qoyulan məhdudiyyətlər seçki kampaniyasını çətinləşdirə bilər. Вызваны идеей неких предвыборных кампаний и избирательных кампаний. Bu il müharibə davam elədiyi üçün 2026-cı ildə heç bir seçki keçirilməyəcəyinə tam əminəm. Müharibə davam eləyəcək. Rusiya öz ambisiyalarından əl çəkməyib. Ukraynanın bəzi bölgələrini yenə ələ keçirmək istəyir. Ukrayna ordusu isə tədricən addım-addım təşəbbüs göstərməyə başlayaraq bəzi əraziləri geri qaytarıb. Bu səbəbdən bəzi seçki qabağı kampaniyaları və seçki kampaniyaları ideyasının yaratdığı hər hansı daxili siyasi qeyri-sabitlik Ukraynanın 2026-cı və ya hətta 2027-ci ildə əks hücum hərəkətlərinə, keçid prosesinə mane ola bilər. Ukraynanın rəqibləri bunu ölkənin daxili sosial-siyasi vəziyyətində xaos yaratmaq üçün istifadə eləməyə çalışırlar. Qeyd edək ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın ötən ilin dekabrında Ukraynada seçkilərin keçirilməsinin zəruriliyi barədə verdiyi açıqlamasından sonra Ukraynada Mərkəzi Seçki Komissiyasının nümayəndələri, parlament üzvləri və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət xüsusi qrup yaradılıb. Qrup Ukraynada atəşkəs dövründə hansı şərtlər daxilində seçkilərin keçirilməsi məsələsini araşdırır. Emil Hüseynli, Real'ın Ukrayna bürosu.